Qusar rayon İcra Hakimiyyəti başçısının rayonun 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Quba Xaçmaz Regional Təhsil Dairəsinin fəaliyyəti ilə bağlı açıq narazılıq ifadə etməsi diqqət çəkib. Eyni zamanda Quba və Xaçmaz rayonlarında keçirilən hesabat yığıncaqlarında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi Təşkilat Məsələləri Şöbəsinin nümayəndəsi tərəfindən də Regional Təhsil Dairəsinin fəaliyyəti ilə bağlı narazılıqlar səsləndirilib. Bugün Qusar rayon İcra Hakimiyyətinin rəsmi sosial şəbəkə səhifəsində Azərduaz Təhsil portalı tərəfindən keçirilmiş Ən uğurlu Regional Təhsil İdarəsi adlı sorğunun nəticələri paylaşılıb. Sorğunun nəticələrinə əsasən Quba Xaçmaz Regional Təhsil İdarəsi 0,31% səs toplayaraq siyahıda sonuncu yerdə qərarlaşıb. Bölgə TV Bakı News istinadən xəbər verir ki, Qusar rayon İcra Hakimiyyətinin rəsmi paylaşımında qeyd olunub ki, Quba Xaçmaz Regional Təhsil İdarəsinin 0,31% səslə sonuncu yerdə qərarlaşması təsadüfi hesab edilmir. Bu məqam paylaşımda xüsusi olaraq vurğulanıb. Bildirilib ki, sorğu ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən regional təhsil idarələrinin ötən il ərzindəki fəaliyyətinə ictimai münasibətin öyrənilməsi məqsədi ilə keçirilib. Sorğuda şagirdlər, müəllimlər, valideynlər və digər təhsil ictimaiyyəti nümayəndələri iştirak edib. 10 minlərlə səs qeydə alınıb. Qeyd edək ki, Qusar rayonu Quba Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan əsas inzibati ərazilərdən biridir. Bu baxımdan Qusar rayon İcra Hakimiyyəti başçısının müxtəlif platformalarda səsləndirdiyi narazılıqları ilə sorğunun nəticələri arasında uyğunluq müşahidə olunur. Məsələ ilə bağlı Quba Xaçmaz Regional Təhsil İdarəsinin mövqeyi hələlik açıqlanmayıb. Xəbərə Qusar rayon İcra Hakimiyyətinin rəsmi paylaşımına aid görüntü də əlavə edilib. Rəna Rövşən qızı, Bölgə TV.